orada sən, ikincisini sən işləyəcəksən. Sıxılmırsan, narahat olmursan, qaralamada, eskizdə, nabroskada, etüddə qayda yoxdur. Sən buradan başlamalısan, nəyisə düz tapmalısan. Sən onu xəttlərlə də başlaya bilərsən. Bax, başlayıram. Biraz tünd edirəm. Başını qoyuram çiyninin üstünə. Çiynini tapıram, qolunu tapıram, əlini tapıram, bədənini. Onu figuranı otuzdururam, ayağını keçirəm, o biri ayaq o tərəfə gedib, bu bir ayaq isə aşağıdadır, yerini qoydum. Görsən, qələmi bəzən vərəkdən çəkməyə də bilərsən, o sənin xeyrinədir. Stulu tapıram, onu otuzdururam stulda, ayaqlarını təyin edirəm. Qaydıram və başlayıram artıq onu kölgə ilə, tonla tapmağa. Bax, saçını qaraltdım. Yenə deyirəm, oxşamaq vacib deyil. Sənə xarakteri və formanı tapmaq vacibdir. Çiynini, arxadan kürəyi var. Bilirsən, qaydadır, öndəki daha işıqlı olur, arxadakı daha tünd olur. Arxanı tündləşdirirəm ki, qolu çıxsın önə. Gördün, qolu çıxdı önə. Belini tapdım. Görürsən ki, forma tərpənir. Müəyyən yerinə harasınısa işləyirsən ki, o şey tərpənməzdir. Qolu məsələn tərpənməzdir. Qolunu təyin elədim. Buradakı kölgələr eləyirəm ki, yenə deyirəm, qolu çıxsın önə. Belini tapdım. Şalvarını tapıram. Bütöv bozdur, tona sal. Digər yerini qaldır, ayağı oradan çıxır, amma bu biri balağı daha yüksəkdir. Oturub, oturan yerlər mütləq künd olur. Skladkalarını, qatlarını eləyirəm. Balağını yerə dəyir, onu eləyirəm. Ayaqqabısının ucunu yüngülcə göstərirəm. Stulu əlbəttə ki, yenə dedim, oturacaq yer olduğuna görə tündləşdirirəm. Burada da stulun başı gəlib, onu belə yüngülcə sıxır onu və əlbəttə ki, nəyi tutub çəkir və yüngülcə əlinin formasını. Xırdalamaq məcburiyyətində deyilsən. Amma sənin çəkdiyin formanın nə ilə məşğul olduğu görünməlidir. Aydın oldu, bax, üzü görünmür, ona görə mən üzünü eləmədim. Sadəcə saçlarını qoydum bura. Bax, gördün, heç bir dəqiqə, bəlkə 2 dəqiqədə çəkmədim. Nabroska budur. Sadəcə yenə deyirəm, mütləq sürətdə formanda. Bu sənə nəyə kömək edəcək?